Bismillah. Teşekkür ederim. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve la akibetu lil muttaqin. Ve la udvana illa alel zalimin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Deməli, biz bu günləri yeni bir dərs silsiləsinə başlayırıq. Həmin o dərs silsiləsinin bu günləri müqəddiməsini işləyəcəyik. Və bizim bugünkü başladığımız dərs silsiləsinin əsas qayəsi Rasulullah sallallahu aleyhi və səlləmi tanımaqdır. Və bu günləri biz siyərdən danışacağıq. Allah Rasulü sallallahu aleyhi və səlləmin həyatından, onun hərəkət metodundan, onun necə bir şəxsiyyət olmasından. Və danışacağımız Resul Muhammed sallallahu aleyhi və səlləm elə bir kimsə idi ki, alimlər onun haqqında baxdıqdan sonra sahabənin sözünə, onun zövcələrinin onun haqqında dediyi sözlərə deyirlər ki, sanki o ayaq üstündə gəzən bir Quran idi, gəzən bir Quran. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcələrindən Ayşə radiyallahu anhaya soruşanda onun əxlaqı necə idi? Ayşə anamız deyir ki, onun əxlaqı Quran idi. Həm gözəl dəvətçi, həm gözəl şəxsiyyət, həm gözəl ailə başçısı bu mütləqdir ki, insanlar üçün bir nümunədir. Allah Azza və Cəllə onu bizim üçün bir nümunə olaraq təyin edib. Necə Allah Subhanahu və Teala bu barədə bizə xəbər verir ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ اُسْوَةٌ حَسَنَةٌ Allahın Rəsulunda sizlər üçün nümunə var, gözəl bir nümunə var. Kimlər üçündür bu nümunə? O kimsələr ki, Allah Azza və Cəllə xəbər verir ki, onlar Allaha, axirət gününə iman gətiriblər. Allah Azza və Cəlləni çoxca zikr edirlər. Həmin o insanlar üçün Rasulullah sallallahu aleyhi və səlləm gözəl bir nümunədir. Yəni Allah Azza və Cəllə Rasulullah sallallahu aleyhi və səlləmi bizə bir nümunə olaraq verib. Və həmin o nümunə özünü elə bir şəkildə doğruldub ki, alimlər deyirlər ki, tarix belə bir kişiyə, belə bir liderə şahid olmayıb. Yəni, gəlmiş, keçmiş bütün insanlara bax, tarixin heç bir dönəmində belə bir kişiyə heç kim şahid olmayıb ki, elə bir topluma gəldi, çıxdı ki, həmin toplum öz qızını, canı qanı olan qızını gözünü qırpmadan torpağa bastırırdı. Və həmin o toplumu elə bir hala gətirdi ki, onlar yolda gedəndə qarışqanı əzməmək üçün ayaq altlarına baxırdılar. Yəni, təsəvvür elə ki, hardan hara? Yəni, qızını torpağa diri-diri bastıran bir adamı çevirib qarışqaya baxasan ki, o ayağının altında qarışqa əzilməsin, bu tarixdə belə bir şəxsiyyət olmayıb ki, insanları bu şəkildə dəyişimə uğratsın, insanları bu şəkildə çevirsin və insanlar onun uğrunda edə bilməyəcəkləri heç bir şey olmasın. Yəni, insanlar Allah Resulü sallallahu aleyhi və səlləmin uğrunda hər bir şey etməyə hazır idilər. Və elə bir şəkildə nümunə oldu ki, təsəvvür et ki, o insan haqqında, yəni Rasulullah sallallahu aleyhi və səlləm, insanlar özünü ona oxşatmağa həris idilər və həris olacaqlar. O necə saqqalını saxlayıb, o necə saçını darıyıb, o necə namazda oturub, o necə evə girəndə necə girib, evdən çıxanda necə çıxıb, yəni misvakı necə istifadə edib, yemək necə yeyib. Təsəvvür elə ki, tarixdə ikinci belə bir nümunə yoxdur ki, 1500 ildə insanlar eyni şəkildə əksiltmədən hərisli ilə özünü ona oxşatmağa, onun yolunda getməyə can atırlar. Və bu həqiqətən də böyük bir şəxsiyyətdir və bizə düşən şey onun Allah Resulü sallallahu aleyhi və səlləmin həyatını öyrənməkdir. Çünki belə bir nümunəvi kişi haqq edir ki, onun haqqında öyrənəsən və ki, bizi xəlq edən, bizi yaradan Allah Subhanahu və Teala da onu bizə nümunə olaraq təyin edib. Yəni, sizin nümunəniz budur, ona baxacaqsınız, ondan ibrət alacaqsınız və onu həyatınıza tətbiq edəcəksiniz. Bu birinci məsələ. Rasulullah sallallahu aleyhi və səlləm kimdir? Həmçinin alimlər deyirlər ki, yəni elə bir şəxsdir ki, burada indi biz 5 dəqiqə müqəddimə verdik, Rasulullahı tanıdıq, bu mümkünsüz olan bir şeydir. Yəni o şəxsiyyəti 5 dəqiqəyə sıxışdırıb tanınmaq həmən mümkünsüz olan bir şeydir. Bəs bu siyər elmini dedik, öyrənəcəyik. Rasulullah sallallahu aleyhi və səlləmin həyatını öyrənəcəyik. Bu bizə nə verəcək? Bugünkü əsas məsələmiz, müqəddiməmiz nədir? Birincisi, bunu qeyd eləyə bilərsiniz, siyər elmini öyrənmək bizə faydası nədir? Birincisi, dini düz başa düşməyə kömək edəcək. Dini
düz başa düşməyə kömək edəcək. Bunu bir qoyub başlıq olaraq yazın inşallah. Və bunun nümunələri nədir? Sahabələr var idi ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində onlar gəldilər, dedilər ki, biz bundan sonra evlənməyəcəyik. Yəni, özümüzü ibadətə verəcəyik, özümüzü Allaha adayacağıq və evlənməyəcəyik. Onlar bunu xalis, muxlis bir niyyətlə etmişdilər. Yəni, sadəcə və sadəcə Allaha qulluq eləyəcəyik, onun xaricində də heç bir iş görməyəcəyik. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləm onları yanına çağırdı və onlara öyrətmiş olduğu, onlara demiş olduğu şey nə idi? Evlilik mənim sünnətimdir, kim mənim sünnətimi tərk edərsə məndən deyil. Yəni, baxın, Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmində belə, sahabə olsa belə, Rasulullah sallallahu aleyhi və səlləmin izindən çıxdığı zaman Rasulullah sallallahu aleyhi və səlləm onu çağırır, ona yol öyrədir. Deməli, biz biləcəyik ki, din, bu dini yaşamaq bizim havamıza, istəyimizə görə olmamalıdır. Hətta bəzən ola bilər ki, insan düşünər ki, bu etmiş olduğum şeyi Allah üçün eləyirəm. Çəkilib dururam qırağa, heç bir şey mənlik deyil. Mən əlimə, ətəyimə çəkirəm, mən bundan sonra heç bir şey etməyəcəm. Bunu normalda insan Allah üçün də eləyə bilər. Yəni, bir çox insanların bir çox əməlləri əslində Allah üçündür. Amma bir əməlin qəbul ola bilməsi üçün, bunu da qeyd edin, bir əməlin qəbul ola bilməsi üçün qayda nədir? Bir, o əməlin ixlasla olması, yəni sadəcə Allah üçün olması. İki, ixlasla bərabər o əməlin sünnətə tabi olması. Yəni, sadəcə ixlaslı olsan, yetmir. O əməl səndən məqbul olmayacaq, o əməl qəbul olmayacaq. İxlaslısan, amma Rasula tabi deyilsən. Sən Allah üçün edirsən. O sahabənin etdiyi məgər Allah üçün deyildi, geri çəkilmişdi. Ancaq ibadət eləyəcəyik və başqa da heç bir şeylə məşğul olmayacaq. O sahabə də bunu Allah üçün etmişdi. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləm onlar nə etdi? Kim mənim sünnətimi tərk edərsə məndən deyil. Təhdid gəldi. İki, əməlin qəbul olması üçün Rasula tabi olmaq. Yəni, Rasulullah sallallahu aleyhi və səlləm bunu necə edib? Əgər Rasulullahın etdiyi kimi etsən, amma Allah üçün etməsən, yenə əməl məqbul deyil. Bu iki şərt bir əməldə axtarılması gerəkən ən mühüm, ən vacib, ən təməl şərtdir. Bir, Allah üçün olması. İki, Rasulullah sallallahu aleyhi və səlləmə tabi olması. Yenə biz baxırıq, hər bir müsəlman dəvətçidir. Hər bir dəvətçiyə düşən şey nədir? Rasulullah sallallahu aleyhi və səlləm insanları Allaha necə dəvət edib, o cür dəvət etmək. Yəni, Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvət metodunu buraxsan, Allah Resulü sallallahu aleyhi və səlləmin etdiyi kimi insanlara dəvət etməsən, bir dönəm gələcək ki, görəcəksən ki, sən bir televizorda, qalustukda, üzü qırxılı oturub danışan, hər hansısa bir şəxsiyyətdən o tərəfə keçə bilməmsən. Niyə? Çünki öz düşüncənə görə, məsələn, bunun nümunələri doludur da, düzdür. İslamoğlusu var, mirisi var, osu var, busu var, düzdür. Bunlar birinci fərqli başlamışdılar, amma sonlarına bax, fərqli bir yerdədirlər. Səbəb nədir bunların fərqli olması? Çünki Rasulullah sallallahu aleyhi və səlləmi addım və addım izləmədilər. Allah Rəsulunun getdiyi yoldan getmədilər. Və Allah Rəsulü aleyhissalatu və sələmin getdiyi yoldan getməsən, özünə bir dəvət metodu açsan, onun sonu xüsrandır. Yəni, belə bir insanın xeyrə çatması mümkün deyil. Örnək verəcək olsaq, məsələn, deyək ki, biz bundan sonra insanları necə dəvət eləyək? Peyğəmbər sallallahu aleyhi və səlləm gəldi, ərəb toplumuydu. Onlara dedi ki, ey kafirlər, mən sizin ibadət etdiklərinizə ibadət etməyəcəm. Siz də mənim ibadət etdiklərimə ibadət edəcək deyilsiniz. Və son olaraq sizin dininiz sizə, mənim dinim mənə. Peyğəmbər sallallahu aleyhi və səlləm belə edib və yaxud da Peyğəmbər sallallahu aleyhi və səlləm gəldiyi zaman insanlara onların bütlərindən danışıb, insanlara onların atalarının sapıqlıq içərisində olduğundan danışıb, atalarının zəlalətdə olduğundan danışıb. Amma gəlin biz bundan sonra belə eləməyək. Məsələn, nə eləyək? İnsanlara daha fərqli bir metodla gedək. İnsanları birinci namaza dəvət eləyək. Yəni, şirk içərisində batan, yəni atalarının izində gedən toplumu namazdan başlayaraq bunları İslama dəvət eləyək. Dedik, belə bir qərar verdik. Və başladıq insanları namaza dəvət etməyə. Gecə-gündüz insanları namaza dəvət etdik. Və əmin ol ki, şirki anlatmadan, tövhidi anlatmadan insanlara namazı anlatsan, insanların %70'i bu namaz dəvətinə icabət eləyəcək. Bəs Allah subhanahu wa ta'ala bu dəvətin belə asan bir dəvət olduğunu mu deyib? Yəni, dəvət o qədər asandır ki, çıxdın, danışdın, %70 iman gətirdi. Yox, belə deyil. Deməli, o çoxunluğun iman gətirdiyini görəndə görəcəksən ki, nəsə bir şeylər düzgün getməyib. Yəni, insanlar axın-axın namaza başlayır. Doğru deyil, nəsə bir şeylər səhv gedir.
Çünki Rasulullah sallallahu aleyhi və səlləm dəvəti gətirəndə insanların %70-i iman gətirmədi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hani o Varaqanın yanına gələndə, ona bu dəvəti, ona gələn vəhyi anlatanda, ona nə dedi? Sən şübhəsiz ki, ağır bir yüklə yüklənmisən. Yəni, sənə insanlar yurdundan qovacaqlar, sənə ağır söz deyəcəklər, səni təhdid eləyəcəklər və s. Düzdür, bu onu göstərir ki, bu dəvət ağır bir dəvətdir, tövhid ağır bir yükdür. Fəqət ona belə deyilmədi. Sən bu dəvəti eləyəndə onsa insanlar rahat bir şəkildə başa düşəcəklər, %70 iman gətirəcək. Deməli, sən işə tərsinədən başlasan, iş gedə bilər. İnsanların %70-i namaza başlaya bilər, oruca başlaya bilər. Amma gün gələcək onlara öyrətmən gerəkən şirki öyrədəndə, tövhidi öyrədəndə görəcəksən ki, heç kim qalmayıb. Çünki ağırdır, tövhid yüngül bir şey deyil. Ona görə Məkkəli müşriklər tək namaz olsaydı, namazı zaten qılırdılar onlar. Namaz onlar üçün çətin bir şey değildi. Onlar zaten Allaha ibadət edirdilər. Yəni, fərqli şəkildə namaz qılmaq onlara ağır gəlməyəcəkdi. Onlara ağır gələn şey nə idi? Onlara ağır gələn tövhid idi. Ona görə dəvət metodunu bizə belirləyən Allah və Rasuludur. Rasulullah sallallahu aleyhi və səlləm bizə bu dəvətin metodunu öyrədib. Sən insanlara namazdan başlayanda işə tərsinədən başlamış olursan. İnsanlara başlayacağın şey, məsələn, bugün nə qədər şahid oluruq? Taksidə gedirsən, qardaş oğludur, əmi oğludur, yolda danışır. Valla mən də namaz qılan olmuşam. Həmən elə bir kimsə olmayıb ki, sən ona tövhidi anladasan, adam deməsin ki, mən namaz qılmışam vaxtında, 18 yaşında qılmışam, əskərlikdən qabaq qılmışam, əskərlikdən sonra 1 il qılmışam. Niyə belə eləyir? Çünki namaza dəvət doğru bir dəvət olmayıb. Peyğəmbər sallallahu aleyhi və səlləm bizə bu dəvətin yolunu öyrədib. Muazı Yəmənə göndərəndə nə deyir? Onlara ilk anladacağın şey, la ilahə illallah olsun. Bitdi. Onun xaricində, la ilahə illallahın xaricində sən onu çıxardıb yerinə nəsə qoysan, bu din bizim dinimiz deyil. Bu din Allahın dinidir. O necə öyrədibsə, ondan fərqli eləyəndə işlər bir-birinə qarışacaq. Ona görə birinci la ilahə illallaha dəvət və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm diqqət et, əgər bunu qəbul edərlərsə, onlara namazı, əgər bunu qəbul edərlərsə zəkatı, hər şey ardıcıl. Yəni, heç bir şey tərsinədən qabağa deyil. Hər bir şeyin öz ardı var, hər bir şeyin öz sırası var. Buna edilməsi gerəkən şey nə etməkdir? Buna diqqət etməkdir. Yoxsa işlər hər birisi tərsinə dönmüş olacaq. Yenə baxırıq, məsələn, şahid olduğumuz şeylərdən birisi nədir? İnsanlarda bir sərtlik var. Yəni, məsələn, həmən, indi bəlkə də bu çox yoxdur, amma yeni iman gətirən insanlar bəlkə də bu dönəmi çox görmədilər. Amma bir 10 il öncəsindən, 15 il öncəsindən belə bir düşüncə var idi. Nə qədər qaşqabaqlı olursansa ol, bir o qədər sən İslamı daha yaxşı yaşayan bir müslüman olacaqsan havası var idi. Yəni, bizim yanımızdan həmən kimsə ötüb keçə bilmirdi. O qaşqabaqla, o sərtliklə, o insanlara üstdən aşağı baxmaqla. Niyə? Biz elə bilirdik ki, insanları belə eləsək, hamı deyəcəklər ki, əlhamdülillah, nə gözəl sərtliğində, hamımız gələk bu dini qəbul eləyək. Belə bir düşüncəmiz var idi. İnsanlara üstdən aşağı baxmaq, tərs-tərs baxmaq, heç kimə salam verməmək. Fəqət bu insanların bu şəkildə yaşaması sonuc əldə nə var? Heç nə yoxdur. Niyə? Çünki doğru yolda deyildin. Peyğəmbər sallallahu aleyhi və səlləmin yolundan biraz ayrıldın, sonu azğınlıqdır. Sonu uçurumdur və sonu həlakdir. Sünnətdən nə qədər ki, kənara çıxacaqsan, bir o qədər həmin o şey sənə xeyir gətirməyəcək. İnsanın sünnətdən ayrılması bütün işlərdə, həm dəvətində, həm evində, həm çölündə ondan bütün bərəkəti qaldırır və ona xeyir gətirmir. Amma bir dönəm gəldi, insanlar baxdılar ki, yox, bu metod deyil. Öyrəndilər, elm artdı, elm tələbələri gəldi, insanlara düzgün dəvəti çatdırdı ki, insanlara belə üstdən aşağı baxmaq doğru deyil. Allah subhanahu wa ta'ala yer üzərində təkəbbürlə gəzmə deyir. Allah azza və cəllə yer üzərində təvazu ilə gəz deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm yer üzünün ən izzətli kişisi idi. Fəqət Peyğəmbər sallallahu aleyhi və səlləmə insanlar oldular ki, təhqir elədilər. Muhammədi təhqir eləyən qadın nə edir? Muhammədin Allahın rəsulu olduğunu təsdiq edir. Amma eyni mənzərəni düşün, biz yolda gedəndə birinə kömək edirik. Qadın söydü. Yəni, bax, o vahabilərə qoşulma, bu saqqallılar belədir, elədir. Nə bilim, səfehdilər, başlarını yiyiblər, başlarını yuyublar. Orada sənin o içindən gələn o hirs ki var, içindən gələn o istək ki var. Bil ki, Rasulullah sallallahu aleyhi və səlləm necə eləyib, necə yaşayıb, onu gözünün önünə gətir və o cür müamilə et. Görəcəksən ki, xeyir var. Amma onun tam tərsini eləsən, nəinki kömək eləmək. Hələ biz o zamanlar düşünmürdük ki, hansısa bir müşrikin gedəndə əlindən kuloku götürək, onun qapısına qədər aparaq yardım eləyək. Bu mənzərə həmən görünməz bir şey idi.
Amma biz öyrəndikcə, bildikcə ki, Rasulullah sallallahu aleyhi və səlləm belə bir həyat yaşayıb, onda sənin müşriklərə baxışın dəyişir, kafirlərə baxışın dəyişir. Artıq onlara acımağa başlayırsan, yazığın gəlməyə başlayır. Onlar iman gətirmədiyi zaman sən üzülürsən, necə ki Rasulullah üzülürdü. Onlar iman etmədikləri zaman sən kədərlənirsən, ağlayırsan, səcdəyə qapanırsan ki, ya Rabbi, mən bu xalqı dəvət edirəm, qonşumu dəvət edirəm, amma hidayət olmur, ya Rabbi, üzülürsən. Həmin bu üzülmək Rasulullah sallallahu aleyhi və səlləmin üzülməsidir. Artıq deməli sən doğru yoldasan. Amma onlar iman gətirmədiyi zaman, sən gülürsənsə, alay edirsənsə, umurunda belə deyilsə, deməli düzgün yolda deyilsən. Peyğəmbər sallallahu aleyhi və səlləm Yahudi uşağı ki, onun evinə gedib dəvət etməyə getdi, həmin uşaq iman gətirəndə Peyğəmbər sallallahu aleyhi və səlləm o evdən çıxanda nə dedi? Allah həmd olsun ki, bugün bir şəxs cəhənnəm ateşindən qurtuldu. Və Peyğəmbər sallallahu aleyhi və səlləm təsəvvür et ki, bir Yahudinin iman gətirməsinə sevinir. Və bu, səndə hiss edildikdə, bunu özündə hiss eləyəndə biləcəksən ki, doğru yoldasan. Əksi isə, bunun tam əksi isə, bil ki, başqa bir yoldasan. Bu, Rasulullahın yolu deyil. İnsanlara üstdən aşağı baxmaq, alay eləmək, dəvəti umursamamaq, bu, Peyğəmbər sallallahu aleyhi və səlləmin yolu deyil. Dedik ki, birinci, bizə öyrədilən şey nə idi? Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirilmiş olduğu dəvəti düzgün başa düşəcək. Yəni, bu bizə bunu qatacaq. Və birinci nümunəmiz nə idi? Hansı ki, sahabələr qırağa çəkildilər, dedilər biz ibadətlə məşğul olacağıq, evlənməyəcəyik. Allah Resulü aleyhissalatu vesselam onlara uyarıda bulundu və ikincisi, bizim əlimizdə nümunə olacaq şey, Allah subhanahu wa ta'ala'nın ayəsidir ki, Allah azza və cəllə ayədə nə deyir? Öz əllərinizlə özünüzü təhlükəyə atmayın, deyir Allah. Öz əllərinizlə özünüzü təhlükəyə atmayın. Bu ayənin zahirinə, necə ki biz baxdığımız zaman ağlımızda canlanan şey nədirsə, o dönəmdə ənsar olan sahabənin gözündə də o canlandı. Ənsar olan sahabələr dedilər ki, artıq iman gətirən insanlar çoxalıblar, qoy döyüşə onlar getsinlər, qoy sıxıntıda onlar biraz çəksinlər. Biz artıq etdiyimizi eləmişik, öz əlimizlə özümüzü təhlükəyə atmayaq, kənarda dayanaq, biraz öz işlərimizlə məşğul olaq, biraz işimizin başına keçək, öz işlərimizi düzəldək. Bu zaman Allah subhanahu wa ta'ala ayə nazil etdi. Hətta döyüşlərin birində sahabənin birisi Rumluların içərisinə girdiyi zaman sahabədən bir qrup olan insanlar bu ayəti oxudular ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Sahabədən başqa birisi onlara dedi ki, həqiqətən deyir, siz bu ayənin belə olduğunu mu zənn edirsiniz? Yəni, həqiqətən deyir, siz düşünürsünüz ki, bu ayə bunun üçün mü nazil olub ki, bir insan döyüşə girdiyi zaman sən ona deyəsən ki, öz əlinlə özünü təhlükəyə atma. Bu ayə deyir, ənsardan olan sahabələr haqqında nazil oldu ki, onlar geri durmaq istədilər. Allah bu ayəti nazil etdi ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Deməli, bizim gözümüzdə canlanan şey nədir bu ayəti oxuduğumuz zaman? Yəni, Rəsulu ortadan qaldır, siyəri bilmə, bu ayətin niyə nazil olduğunu bilmə, sahabə toplumunu tanıma, Rasulullah sallallahu aleyhi və səlləmi tanıma, bütün həyatın boyunca bu ayəni tətbiq edə bilərsən. Yəni, məsələn, sənə deyiləcək ki, insanları dəvət eləyək. Və sən deyəcəksən ki, vallahi insanları dəvət eləsən, insanların sözləri ağırdır, insanların baxışları ağırdır. Niyə öz əlimizlə özümüzü təhlükəyə atırıq ki, insanlar bizi pisləyəcəklər, insanların dilinə düşəcəyik, bəlkə işimizdən olacağıq, bəlkə iş yerimizdə yaxşı bir yerə gələ bilərik, amma ondan olacağıq. Olmazmı ki, öz əlimizlə özümüzü təhlükəyə atmayaq, düşünəcəksən ki, olar. Haqqı demək lazım olacaq, deyəcəksən ki, öz əlinlə özünü təhlükəyə atma. Yolda görəcəksən ki, biri Allaha şərik qoşur. Taksiyə minib gedəndə görəcəksən ki, Allaha şərik qoşur. Deyəcəksən ki, öz əlinlə özünü təhlükəyə atma. Nə edirsən, danışacaqsan, başın ağrıyacaq. Danışacaqsan, insan sənə etiraz eləyəcək. Ola bilsin ki, pis söz dedi. Həmin bu ayəti götürürsən, tətbiq edirsən, amma ayət tam da bunun əksidir. Sən bir şeylər demədiyin zaman Allah deyir ki, öz əlinlə özünü təhlükəyə atma. Deməli, təhlükə nədir? Təhlükə əməli eləməməkdir. Amma bizim gözümüzdə canlanan şey nədir? Təhlükə əməli eləməkdir. Amma Allah subhanahu wa ta'ala'nın nazil etmiş olduğu bu ayəni Rasulullah sallallahu aleyhi və səlləmi tanıyanda, onun əshabını biləndə, bu siyər elmini biləndə, əshabı tanıyanda sən biləcəksən ki, nazil olan bu ayələr deməli tamamilə başqa bir şeydir. Sənin tam tərsi başa düşmüş olduğun şeyin tam tərsidir. Ona görə bu elmi öyrənmək bizim üçün vacib olan işlərdəndir. Niyə görə bu günləri insanlar ağızlarına nə gəldi danışırlar? Məsələn, adamdır bir şey danışır. Axırda da deyir ki, Quranda da deyir belə ayə var.
Düzdür? Niyə? Çünki Rasulullahı çıxardıb o bilmir. Rasulullah sallallahu aleyhi və səlləm o ayə nazil olanda Allahın Rəsulu neynədi? O ayə nəyin üzərinə nazil oldu bilmir. Və belə olduğu halda insan cəsarətlidir və nə gəldi danışır. Bu da təhlükəli olan işlərdəndir. Siyər elmini öyrənməyin faydalarından birisi də budur. Siyər elmini öyrənməyin ikinci bizə verəcəyi fayda nədir? İnsana çətinlik günlərində necə addım atacağını öyrədir. Yəni, çətinlik günləri hər zaman var. Sahabə dönəmində də olub, ondan sonraki xeyirli dönəmdə də olub, ondan sonraki xeyirli dönəmdə də olub və bu günə qədər o çətinlik günləri davam edir. Hər dönəmdə çətinlik günü olub. Və çətinlik gününü ən xeyirli şəkildə atlatan, üstündən gələn insanlara bax, Allaha ihsan üzərə qulluq edən insanlardılar. Çətinlik günlərində Rasulullah sallallahu aleyhi və səlləmi gözlərinin önünə gətiriblər, onu ən yaxşı şəkildə tanıyıblar. Sıxıntıya düşəndə, dara düşəndə Peyğəmbər sallallahu aleyhi və səlləmlə Əbu Bəkr radiyallahu anhunun mağarada qaldığı zaman iki kişi yanlarında başqa heç kim yoxdur. Əbu Bəkr radiyallahu anhu soruşanda Peyğəmbər sallallahu aleyhi və səlləmin ona "Lə təhsən, innallaha ma'ana, üzülmə, Allah bizimlə bərabərdir" dediyini gözünün önünə gətirir. Rasulullahı tanıyır. O bilir ki, tək idi, yanında bir nəfər var idi, amma Allahın ona yardım edəcəyindən əmin idi. Deməli, nə olmaq lazımdır? Allahın sənə də yardım eləyəcəyindən əmin olmaq lazımdır. Allahın da möminlərə yardım eləyəcəyindən əmin olmaq lazımdır. Sıxıntıda olanda, darda olanda, elə zənn eləyəndə ki, artıq sənin üçün bitdi, bütün qapılar bağlandı və sən biləcəksən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, hani Əbu Bəkr radiyallahu anhu deyir ki, vallahi deyir, onlar başlarını aşağı indirsəydilər, bizi görəcəkdilər. Yəni, bundan o tərəfəsi var. Yəni, bundan o tərəfə bir şey yoxdur ki, insanı tutsalar didik-didik eləyəcəklər, görsələr didik-didik eləyəcəklər, Allah azza və cəllənin yardımı gəldi. Sənin Rəbbin elə bir Rəbdir ki, İbrahim aleyhissələmi yandıran odu onun üçün elə elədi ki, yandırmadı. Yəni, belə bir Rəbdən bəhs edirik. Sən biləndə Peyğəmbərlərin qissələrini, Quran ayələrinin nazil olma səbəbini həmin o darlıq günlərində sənə kömək eləyəcək. Və yenə Peyğəmbərin həyatını bilmək, Rasulullah sallallahu aleyhi və səlləmin həyatını bilmək, görəcəksən ki, darlıq günündə Allah Rasulü aleyhissalatu və səlləm Allahdan vəhiy almasına rəğmən, dostu Allah olmağına rəğmən, Allah azza və cəllə onu özünə dost seçməsinə rəğmən, Peyğəmbər sallallahu aleyhi və səlləm gəlir müsəlmanlarla istişarə edir. İstişarə. Bu günləri ən böyük problemlərdən birisi nədir? İnsanlar istişarə etmirlər. Həyatı ilə bağlı bir qərar verir, gedir necə gəldi bir həyat yaşayır. Məsələn, adam ailə həyatı qurur. Elə bilir ki, əlhamdülillah, evlənmək lazımdır, gedir evlənir. Gəlir istişarə eləmir, evlənimmi, evlənməyimmi? Və yaxud ən bəsit görünən bir şeydir, yəni insan bir ailə həyatı qurur, anası ilə, atası ilə danışıb gedib normalda evlənə də bilər, gəlini evə gətirə də bilər, amma istişarədə olan bərəkəti bilmir. Yəni ağıldan üstün olduğunu bilmir. Elə bir şey ola bilər ki, elə bir cümlə qurula bilər ki, həmin o cümləni quran səndən qat-qat gözəl bir fikir ortaya sunmuş ola bilər. Allahın Rəsulu, ən xeyirli insan gəlir sahabələri ilə istişarə edir. Yəni, təsəvvür elə istişarənin bərəkəti, istişarənin gözəlliyi, hətta bir gün darlıq günləridir, zorluq günləridir, çətinlik günləridir. Peyğəmbər sallallahu aleyhi və səlləm əshabından bir şey soruşur. Siz bu haqda nə düşünürsünüz, deyir. Sahabələr hərəsi bir söz deyir. Yenə soruşur. Ən son ənsardan biri qalxır, deyir ki, ey Allahın Rəsulu, sanki deyir, sən bizdən bir söz gözləyirsən, deyir. Ey Allahın Rəsulu, deyir, hara girmək istəyirsən, gir, səndən bərabər girəcək. Hara girmək istəyirsən, gir, bizə denən ki, dənizə girin, sənlə bərabər o dənizə girəcək. Peyğəmbər sallallahu aleyhi və səlləm onda təbəssüm edir. Yəni, insanlarla aleyhissalatu və səlləm həm bu günlərdə istişarə eləyib. Təsəvvür eləyin, zorluq, çətinlik günlərdən birisi nədir? Aleyhissalatu və səlləmin zövcəsinə zina etdi, iftirası yayılıb. Zina etdi, iftirası yayılıb. Peyğəmbər sallallahu aleyhi və səlləm bu qədər insanlar danışırlar. Hətta elə sahabələr oldular ki, sahabə gəldi, deyir ki, ey Allahın Rəsulü, bəlkə Ayşəni boşayasan. Təsəvvür elə, Peyğəmbər sallallahu aleyhi və səlləm, Allahın Rəsulu, yəni elə bir vəziyyətə düşüb ki, insanlar hər tərəfdən münafiqlər danışırlar ayrı. Münafiqlərin problemi bir tərəfdən, bir də sənin yanında olan əshablardan bəziləri gəldi ki, ey Allahın Rəsulü, bəlkə bu söz-söhbəti bağlamaq üçün Ayşəni boşayasan, deyir. Yəni, təsəvvür elə, bu zorluq günündə Peyğəmbər sallallahu aleyhi və səlləm gəlir, 18 yaşında olan sahabə ilə istişarə edir. Muhammed sallallahu aleyhi və səlləm, Allahın dostu, Allaha səhərə qədər ibadət edən Rəsul,
18 yaşında olan gənc bir sahabədən istişarə edir və ondan məsləhət alır. Yəni bu onu göstərir ki, istişarə etmək hər bir dönəmdə lazımdır. Evində problem var, çölündə problem var, dini yaşamağında problem var. Çünki Allah istişarəyə bərəkət verib. Onların işləri öz aralarında istişarə ilə edir Allah Azza və Cəllə. Təsəvvür elə, bu Allahın öz kitabında bildirmiş olduğu bir məsələdir. Sən Peyğəmbəri aleyhissalatu vesselamın həyatını bu şəkildə biləndə sənə düşən şey nə olacaq? Biləcəksən ki, istişarədə bərəkət var və nə addım atırsansa gəlib istişarə eləyəcəksən. Amma indi necədir? Hamı özünü ağıllı bilir deyə ehtiyac duymur. Hamı elə bilir ki, bunun verdiyi qərar ən gözəl qərardır. Hamı elə bilir ki, bunun danışacağı söz ən gözəl sözdür. Yox, əksinə, düşünəcəksən ki, mənim qardaşlarım məndən daha ağıllıdır. Mənim qardaşlarım məndən daha zəkidir. Mənim qardaşlarım elə bir cümlə quracaq ki, mən təəccüb içərisində onlara baxacam. Və bu şəkildə müsəlmanlara yaxınlaşmaq əlbəttə ki, insanı xeyrə aparır. Bu da bizim başlıqlarımızdandır ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bilmək insana çətinlik günlərində yardım edir. Başqa bizə harda yardım edir? Üçüncü başlıq, insanlarla necə müamilə edəcəyimizi bizə öyrədir. Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, insanlarla onların səviyyələrinə görə rəftar edin. İnsanlarla onların səviyyələrinə görə rəftar edin. Baxın, Peyğəmbər aleyhissalatu və səlləmin müxatab olduğu kimsələrə baxın. Kafirlər var, münafiqlər var, müsəlmanlardan imanı zəif olanlar var. Həmən qarşısında hər toplumdan insanlar var, hətta öz toplumundan olan insanlar belə var. Biz baxırıq. Aleyhissalatu və səlləm hansı dönəmdə insanlarla necə rəftar elədi? Çox mühümdür. Yəni, insanlarla necə gəldi müamilə eləmək olmaz. Peyğəmbər sallallahu aleyhi və səlləm elə addımlar atırdı ki, insanlara qarşı elə müamilələr eləyirdi ki, həmin insanlara bu fayda verirdi. Məsələn, bunlardan birisi nədir? Fətih günüdür. Peyğəmbər sallallahu aleyhi və səlləmin ən yaxın dostu olan Əbu Bakr radiyallahu anhu atasının qolundan tutub gətirib Rasulullah sallallahu aleyhi və səlləmin yanına. Və deyir ki, ey Allahın Rəsulu, atamı gətirdim ki, ona dini anlatasan, onu İslama dəvət eləyəsən. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ey Əbu Bakr, mənə deyir, desəydin, bu yaşlı adamı mənim yanıma gətirməsəydin, deyir, mən onun yanına getsəydim. Təsəvvür elə, bu adam, Əbu Bakr radiyallahu anhun atası, müsəlmanlara qarşı olub, müsəlmanların önündə olub, sahabəyə ziyan vurub. Amma Allah Resulü aleyhissalatu vesselam deyir ki, bu yaşlı adamı deyir, mənə gətirənə qədər desəydim, mən onun yanına getsəydim. Gör, nə qədər fərqli bir dönəmdir. İndi düşün, müsəlmanların indi belə bir izzətə qovuşduğunu düşün. Sənlə döyüşən bir kafiri aciz bir vəziyyətdə oğlu tutub gətirib sənin qabağına. Necə eləyərsən? Necə eləmərsən? Yəni, insan Rasulullah sallallahu aleyhi və səlləmin həyatını biləndə, insanlarla necə müamilə etdiyini biləndə bu insana böyük fayda verir. Münafiqlərlə necə rəftar eləyib? Məsələn, bu günləri sən bilirsən ki, falan adam münafiqdir. Sənin onunla edəcəyin müamilə, Rasulullah sallallahu aleyhi və səlləmin həyatına baxacaqsan ki, o münafiqlərlə necə müamilə edib? Təsəvvür et ki, Mədinə şəhəridir. Əmir sahibi Rasulullah sallallahu aleyhi və səlləmdir. Həmin o münafiqlərin başında olan Abdullah ibn Ubeyb, Rasulullah sallallahu aleyhi və səlləmə gizlidə elə sözlər deyir ki, vallahi bu günləri o sözləri eşitdiyimiz zaman belə həzm eləyə bilmirik. Rasulullah sallallahu aleyhi və səlləm haqqında elə pis sözlər istifadə edir. Sahabə qəzəblənir, deyir ki, Allahın Rasulü, bu adama izin ver, bu adamı biz öldürək. İzin ver, deyir, biz bu adamı öldürək, ey Allahın Rasulü. Peyğəmbər sallallahu aleyhi və səlləmin əhlinə qədər onun dili uzanıb. Aleyhissalatu və səlləm onu öldürmür. Bilirsiniz niyə öldürmür? Çünki o münafiq idi. Peyğəmbər sallallahu aleyhi və səlləmin safında namaz qılırdı. Allah Rasulü ilə bərabər döyüşlərə qatılırdı. Allah Rasulü sədəqə istəyəndə gətirib sədəqə verirdi. Və Allah Rasulunun əshabından biri olaraq görünürdü. Allah Rasulü tarixə keçən bütün müsəlmanlar üçün ibrət olacaq o sözü orada deyir. Deməsinlər ki, deyir, Muhammed öz əshabını öldürür. Təsəvvür edirsiniz? Yəni, belə bir kimsə, sən bir yerin əmir sahibisən. Sənin qarşında olan insan sənin arxanda namaz qılır deyə, zahirən sənnəndir deyə, aleyhissalatu vesselam kənardan söz deyəcək insanların sözünü düşünür. Bu günləri biz olsaq nə düşünərdik? Müsəlmanların izzətinə zərərdir. Müsəlmanların əmir sahibi haqqında danışır. Yəni, elə bir şəxsdir ki, bu mütləq zərərə uğramalıdır. Elə bir şəxsdir ki, bu təsəvvür elə gəlib meçiddə namaz qıla bilər.
Amma Allah Resulü sallallahu aleyhi və səlləmin nəyi, nə zaman, necə addım atdığını biləndə bilirsən ki, bu günləri təsəvvür elə nəinki münafiqlər, nələrə şahid olmadıq ki, subhanallah. Yəni, insanlar Resulullah sallallahu aleyhi və səlləmin sünnəsini bilmədikləri zaman hər şey altı üstünə gəldi. Ona görə bax, Peyğəmbər sallallahu aleyhi və səlləm hətta münafiqi bilirdi, amma onu öldürmədi. Nə dedi? Deməsinlər ki, Muhammed öz əshabını öldürür. O dönəm orada kafirlər var, münafiqlər var, imanı zəif olan insanlar var. Allah Resulü sallallahu aleyhi və səlləmin atmış olduğu addım necə də insan üçün ibrətdir. Qaldığımız yerdən davam edirik və sonuncu dedik ki, insanlarla necə müamilə edəcəyimizi Rasulullah sallallahu aleyhi və səlləm bizə öyrədir. Onun həyatını bilmək, onun insanlarla necə müamilə etdiyini bilmək, hətta bəzən imanı zəif olan insanlara mallardan verməsi, qəlblərini İslama isindirmək üçün, qəlblərində olan imanı sağlamlaşdırmaq üçün aleyhissalatu və sələmin onlarla etmiş olduğu müamiləni bildik və bu bizə çox böyük bir, ən önəmli, ən lazımlı olan şeylərdəndir ki, bu günləri insanlarla necə müamilə edəcəyimizi bilmək. Və bəzən bu məsələ ilə bağlı açılmışkən bir məsələyə də toxunum ki, bəzən olur ki, bu xüsusən də öndə olan insanların, sıravi olan insanlardan daima əziyyət çəkmiş olduğu bir məsələdir. Bu bir əmir sahibi ola bilər, bu bir elm tələbəsi ola bilər, bu bir alim ola bilər. Davamlı insanlardan ən çox əziyyət çəkmiş olduğu məsələlərdəndir. O da nədir? İnsanların daima gəlib bu insanlara falan adamla niyə bu şəkildə müamilə edirsən? Filan adamla niyə bu şəkildə davranırsan? Filan adamı niyə məclisində otuzdurursan? Falan adamla niyə bəri olmursan? Falan adamla niyə görüşürsən? Bu kimi şeylər daima insanların əziyyət çəkmiş olduğu şeylərdəndir. Yəni, elm tələbələrinin, öndə olan insanların, sıravi olan insanlardan daim əziyyət çəkmiş olduğu məsələlərdəndir. Lakin o insan bəzən bilmir ki, o yanında olan insanın niyə yanındadır? O niyə o insanı öz məclisində otuzdurur? Niyə o insanla müxatab olur? Niyə o insanla əlaqədədir? Yəni, bunları bilmədiyi zaman, bu kimi məsələlər, bu kimi problemlər ortaya çıxır. Amma siyəri bilən insanlar, Peyğəmbər sallallahu aleyhi və səlləmin insanlarla necə müamilə etdiyini bilən insanlar, imanı zəif olan insanlarla necə müamilə etdiyini, münafiqlərlə necə müamilə etdiyini, kafirlərlə necə müamilə etdiyini bilən insan bu kimi məsələlərdə səbirlə, ağır başlılıqla davranır. Baxın, mən sizə bir aleyhissalatu və sələmin başından keçmiş bir hadisəni deyəcəm, muhtemelen nə demək istədiyimi anlayacaqsınız. Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün bir adam haqqında danışır. Onun nə xislətdə olduğunu, onun necə birisi olduğunu, onu Peyğəmbər sallallahu aleyhi və səlləm pisləyir. Sonra həmin insan Allah Resulü aleyhissalatu və səlləmin yanına gəldikdə aleyhissalatu və səlləm onunla fərqli bir müamilə edir. Ayşə anamızdan bu diqqətini çəkir. Ayşə anamız deyir ki, ey Allahın Resulü, sən ki onu pislədin, sən ki onun haqqında bunları dedin, nədən dolayıdır ondan sonra onunla fərqli müamilə etdin? Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ey Ayşə, onun şərrindən deyir, özümü qorudum. Onun şərrindən özümü qorudum. Və bu həqiqətən də Peyğəmbər sallallahu aleyhi və səlləmin hərəkət metodunu bilən, aleyhissalatu və sələmin harda, necə, kimlərlə müamilə etdiyini bilən insanlar daim ağır başlılıqla addım atırlar. Allah Resulü sallallahu aleyhi və səlləmin həyatını bilən insanlar harda, necə düzgün addım atmaları gərəkdiyini bilirlər. Amma sıravi olan insanlar genel etibarı ilə hissləri ilə müamilə edirlər. Çünki bilmir. Resulullah sallallahu aleyhi və səlləmin harda necə davrandığını bilmədiyindən dolayı elə zənn edir ki, hər şey bir çizgidədir. Elə zənn edir ki, hər şeyə bir pəncərədən baxılır. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləmin indi öyrənəcəyimiz bizə həyatı göstərir ki, bu bizə ağır başlı olmağımızı, hər zaman öndə olan insanlara anlayış göstərməyimizi, onlarla müamilə edərkən onları qınamamağımızı, onun məclisində bir gün bir nəfəri görəndə bunun burada nə işi var deyib təpki göstərməmemiz gərəkdiyini bizə öyrədən şeylərdəndir. Və biz bunları biləndə biləcəyik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm harda, nə zaman insanlarla necə davranıb və artıq bu kimi məsələlərlə qarşı-qarşıya gəldikdə bu bizim öyrənmiş olduğumuz şeylər bizə bu yerdə də fayda verəcək. Son olaraq Peyğəmbər sallallahu aleyhi və səlləmi həyatını öyrənmək bizə qatacağı şeylərdən birisi də aleyhissalatu və sələmi bizə sevdirəcək. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin necə bir həyat yaşadığını öyrəndiyimiz zaman, onun əhli ilə necə müamilə etdiyini bildiyimiz zaman, onun dostlarına necə vəfalı olduğunu bildiyimiz zaman,
onun ac olduğu zaman ətrafında olan insanları düşündüyünü, amma öz aclığını sonraya saxladığını gördüyümüz zaman, döyüşdə ən öndə getdiyini gördüyümüz zaman, onun insanlarla necə müamilə etdiyini, kafirlərlə necə müamilə etdiyini, bütün bunları bildiyimiz zaman Peyğəmbər sallallahu aleyhi və səlləmə olan sevgimiz bərabərində artmış olacaq və bu bizim müqəddiməmizdir. İnşallah bundan sonra isə Allah muvaffaq edərsə dərsimizə gələn dərsdən davam edəcəyik. Bu bizim müqəddiməmizdir. Bunları bilmək, başa düşmək lazımdır. Yəni bir şeyi insan oxuya bilər, bir şeyi insan eşidə bilər, amma oxumaq, eşitmək ayrı bir şeydir. Bir şeyi fəhm etmək ayrı bir şeydir. Yəni burada eşitdiyimiz şeyləri, burada qeyd elədiyimiz şeyləri oturacaq, gözümüzün önünə getirəcəyik. Bu nə deməkdir? Allah Resulü aleyhissalatu vesselam niyə belə bir addım atdı ki? Peyğəmbər sallallahu aleyhi və səlləm niyə burada bunu belə elədi ki? Bax, bunu bu şəkildə, sanki özümüzü, nəfsimizi götürüb aparacaq Allah Resulü sallallahu aleyhi və səlləmin dönəminə, dizlərimizi qoyacaq Resulullahın yanına ki, ey Allah Resulü, biz bu dönəmdən gəlmişik, bizi tərbiyələndir. Bax, belə yaxınlaşacaq məsələ. Ey Allah Resulü, bizi tərbiyələndir. Ey Allah Resulü, bizi öyrət. Həmin bu siyər, həmin bu dərslərə bu şəkildə yaxınlaşacaq, özümüzü, nəfslərimizi aparacaq, o dönəmə baxacaq, oradan tərbiyələnəcək. Onlara baxdıqdan sonra, bunları öyrəndikdən sonra, fiqh etdikdən sonra, düşündükdən sonra, gözümüzün önündə canlandırdıqdan sonra hələ də biz düzəlməsək, hələ də nəfslərimiz düzəlməsək, islah olmasaq, Allah qorusun, halımız çox təhlükəli bir haldır. Allahdan istəyirəm ki, Allah Azza və Cəllə bizim halımızı düzəltsin. Allah Azza və Cəllə bizi bu dərslərdən gözəl bir şəkildə faydalanmağa muvaffaq etsin. Allah Azza və Cəllə bu dərslərin xeyirlərinə bizi çatdırsın, şərrindən də bizi qorusun. Allah fəhmimizi, ağlımızı, hifzimizi gücləndirsin. Allahümmə əmin. Nə sualı varsa dərslə əlaqəli danışa bilərik inşallah. Allah razı olsun Əfəzəm. Burada sizə bəzi tapşırıqlar verdim. Tapşırıqları hətta qeyd edin. Mən deyim, siz qeyd edin inşallah. Tamam. Birinci tapşırığımız odur ki, mən sizə 2 dənə nümunə verdim ki, insan, məsələn, şəriətdən bir hədisi, sahabəni misal verdim ki, onlar səhv başa düşmüşdülər, çəkilmişdilər qırağa. Rasulullah sallallahu aleyhi və səlləm onları çağırdı, onlara izah etdi. Bir də ayə var ki, Allah Azza və Cəllə deyir ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Yəni, elə bir nas gətirəcəksiniz ki, mənə zahirinə baxırsan başqa bir şeydir. Amma onun daxilinə düşəndən sonra, daxilinə girəndən sonra görəcəksən ki, tamamilə başqa bir şeydir. Hər kəs belə 2 dənə misal gətirəcək. Bu bir. Qeyd edin, ikincini də deyim inşallah. Zahirdə başqa, Həqiqəti isə başqa. İkinci tapşırıq isə budur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dönəmindən o zorluq günləri dedik, çətinlik günləri, həmin o çətinlik günlərində, o çətinlik günlərindən yenə 2 dənə misal. Allah Rasulunun ən çətinə düşdüyü və o anda nə etdiyinə dair hər kəs 2 dənə misal tapsın. Və axiru davanən elhamdülillahi rabbil ələmin.